Salam yoldaşlar, xoş gördük sizləri. Xəbər verdiyimiz kimi Azərbaycanda bütün çempionatlar birinci dövrəni başa vurub və dövrələrarası fasiləyə yollanıblar. Premyer Liqa klublarımız xarici ölkələrə üst tutub. Liqa 1-in, Liqa 2-nin klubları, bu çempionatda mücadilə aparan klublar isə Azərbaycanda yoldaşlıq görüşləri keçirir. Elə burada məşqlərini davam etdirib ikinci dövrəyə hazırlaşırlar. Bəzi klublar çempionluq uğrunda addımlarını atır və öz çempionatı daxilində möhtəşəm transferlər edir. Bəziləri isə artıq komandanın futbolçuları demək olar ki, dağılıb digər klublara gedib. Bunlara misal olaraq Şəki klubunda yaranmış problemlərin fonunda futbolçuların əksəriyyəti digər klublara üst tutublar. Elə 4 futbolçu region liqasında mücadilə aparıb Liqa 2-yə yenidən vəsiqə qazanmaq istəyən, daha doğrusu Samur komandasına transfer olunub. Bu barədə digər videolarda daha ətraflı məlumat verəcəm. Bu videoda çəkməklə məqsədim isə yenidən region liqasında çempionatın ikinci dövrənin başlaması ilə əlaqədar maraqlı ola biləcək, sizlər üçün maraqlı ola biləcək məlumatları nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, yanvar ayının 17-si və 18-i region liqasında bəzi qruplarda, daha dəqiq desək, 6 qrupda növbəti turun oyunlarına start verilib. Digər 2 qrupda isə şimal və şimal-qərb zonasında klubların sayı az olduğu üçün bunlar fevral ayının əvvəllərinə qədər klublar istirahət etməli və çempionata daha yaxşı hazırlaşmalıdırlar. İlk öncə bildirmək istəyirəm ki, region liqasındakı mücadilə aparan komandalar da transferləri ilə gündəmə gəlir. Digər videoda siz səhifəmi izləyin, like edin, yorum yazın. Digər videoda isə həmin klublar hansı klublardan kimləri transfer ediblərsə plakat şəklində, şəkillər şəklində sizin qarşınıza çıxacaq. Buna görə nə etmək lazımdır? Səhifəmi izləyib, yorum yazıb, like etmək və paylaşmaq lazımdır. Arada sevimlərə də əlavə edin. Bəli, gələk region liqasında 17-18 yanvarda baş tutmalı olan bəzi oyunlar barəsində. 2 oyun haqqında daha üzərində duracağım. Bu şimal, daha doğrusu paytaxt və şimal zonası üzrə mücadilə aparacaq 4 komanda 2 oyunda mücadilə aparmalı idi. Şimal Kəndləri Gəncləri Birliyi, qısaca ŞKGB adlanan klub öz meydanında, daha dəqiq desək, Qusarın Muciqoba kəndində Lokomotivi qəbul edəcəkdir. Hava şəraitindən asılı olaraq oyun AFFA tərəfindən təxirə salınmışdır. Digər oyun da məhz 18 yanvarda bu gün baş tutmalı idi. Bu da yenə elə Muciqoba kəndində baş tutmalı idi. Qusarın Muciqoba kəndində ev sahibi kimi Samur komandası qobunu qəbul edəcəkdir. Bildirim ki, yenə hava şəraitinin kəskin pis olmağı ilə əlaqədar AFFA qeyri-müəyyən vaxta qədər bu oyunu təxirə salmışdı. Səhifəmi daimi izləyənlər, canlıma gələn şəxslər, futbol həvəskarları bilirlər ki, mən dəfələrlə vurğulamışdım ki, region liqasındakı klubların sayının çoxluğu, üstəgəl klubların maliyyə dayağının zəif olmasını və AFFA-nın ayıracaq məbləğin də kifayət etmədiyini nəzərə almalı idi AFFA və oyunları, ümumiyyətlə çempionatı mümkün qədər yaz və yay aylarında keçirilməsi daha məqsədə uyğun sayardım və bildirmişdim ki, klubların o cücəni payızda sayarlar atalar sözü futbolda klubu qışda sayarlar kimi qiymətləndirməlidir. Əksər klublarımız, region liqasında mücadilə aparan əksər klublarımız həvəskar klub statusundan da daha aşağıdadır və orada mücadilə aparan futbolçular da həmin statusun altında özlərində yer tapıblar. Yəni, soyuq hava şəraitində stadionlarımızın zaten bərbad olmağı və regionlara, Bakı klublarının da xüsusi olaraq region zonasında mücadilə aparmağını nəzərə alsaq, xüsusən də Şirvan zonasında, Beyləqanda bir çox oyunlara getməli olan klublarımız da var ki, məsafədən, yolun qarlı, şaxtalı şəraitinə görə bəzi oyunların bir çoxunu təxirə salınacağını və mənə elə gəlir ki, bundan sonra da
digər Allah eləməsin, amma təxminim belədir. İki klub da belə deyək çempionatdan uzaqlaşacaq. Mənim təxminim belədir. Artıq bir klub çempionatdan uzaqlaşıb. Bu mərkəzi zonanın A qrupunda mücadilə aparan debutant İstiqlal komandası idi. 3 oyun ard-arda oyuna çıxmadığı üçün həm ev, həm səfər maçlarına AFFA tərəfindən çempionatdan uzaqlaşdırılıb və Region Liqasının daha doğrusu B qrupunda idi. Region Liqasının B qrupunda bu həftə baş tutmalı olan Aksu City və İstiqlal komandaları arasındakı olan maç Aksu City'nin texniki qalibiyyəti ilə nəticələndi. Digər oyunlar da var ki, həmin oyunlarda maraq doğuran səbəblərdən biri də Hacıqabul komandası 4-0 Xəzər Ağcabədi komandası üzr istəyirəm 4-0 hesabı ilə Beyləqan üzərində qələbə qazandı. Beyləqan komandası əslində çempionata ən real namizədlərdən idi. Komandanın heyətində də bir çox futbolçular komandadan uzaqlaşıb digər klublara üz tutublar. Elə 2 futbolçu Zaur çempionatın qol kralları sırasında 3-cü yerdə qərarlaşan Zaur Beyləqan komandasına Biləsuvar komandasına transfer olundu. Biləsuvar da öz transferləri ilə, öz oyunu ilə artıq Liqa 2-yə daha inamlı addımlar atdığını və digər daha iddialı klublarla baş-başa mübarizə aparacağını göstərir və bu yolda həmin komandaya da uğurlar arzulayıram. Cənub zonasından da bir komandanın Liqa 2-də mücadilə aparması mənim üçün xoş olardı. Hansı ki, keçən mövsüm Lerik var idi. Bu mövsüm artıq dağılmaq üzrə idi və Lerikin əksər futbolçuları Beyləqana üz tutmuşdu. İndi isə Beyləqanda yaranmış maliyyə problemləri üzündən yenidən Cənub zonasındakı bir neçə klublara transfer olunub. Əziz yoldaşlar, təşəkkür edirəm. Xoş oldum. Siz də səhifəmi təkrarən izləyin, like edin, yorum yazın, paylaşın və çalışdığımız qədər, başardığımız qədər, məlumat topladığımız qədər məlumatları sizlərin nəzərinizə çatdıracağam. Mən Yalçın Qarayev, xüsusi olaraq Azərbaycan liqaları səhifəsi üçün.